Keçdi indi riyaziyyatının izahında. Fikrimdə bir ədəd tutmuşam. Bu ədədin yarısından 1,24 çıxsam, fərq 3,6-ya bərabər olar. Fikrimdə tutduğum ədəd hansıdır? Fikrimdəki ədədi bilmədiyimə görə 2x tuturam. Bu ədədin yarısından, yəni 2x-in yarısı eləyəcək x, düzdür? Yarısı deyəndə, yəni 2-yə böləcəyik yarısı. Və çıxmalıyam 1,24 bərabər olacaq 3,6-ya. Onda x çıxılsın 1,24 bərabərdir 3,6. 3,6-nın üzərinə də 1,24 gələcəm. O da eləyəcək 4,84. Mən x-i tapdım. 4,84. Mən ədədimi vermişdim 2x. O zaman 2-ni də vuracam 4,84-ə. Bu da eləyəcək 9,68, yəni C variantı. Sonra deyir, aşağıdakı şəkildə ölçüləri 8 və 20 cm olaraq verilən düzbucaqlıdan tərəfi 6 cm olan kvadrat hissə kəsilib çıxarılmışdır. Yerdə qalan rəngli hissənin sahəsi neçə santimetr kvadratdır? Bu cür misalları tapmaq üçün nə edəcəyik? Əvvəlcə böyük kvadratın sahəsini tapacağıq. Yəni düzbucaqlını. 20-ni vuracağıq 8-ə, eləyəcək 160. Sonra onun içərisindəki kiçik kvadratın sahəsini tapacağıq. 6-nı vuracağıq 6-ya, 36. O zaman böyükdən kiçiyini çıxacaq. Çünki böyüyün içərisindən çıxardılıb. 160-dan 36-sını çıxacağıq. Bu da eləyəcək 124. Cavab B variantı. Sonra bir həftə ərzində mağazada 4 yeşik çay satıldı. Bax, 4 dənə yeşik çayımız var. 4 dənə yeşik çayımız var. Hər yeşikdə də 6 böyük qutu. İçərisində 6 dənə böyük qutu çəkək. Çəkdikmi? Hər böyük qutuda isə 12 kiçik qutu. Yəni hərəsinin də içində 12, 12, 12 var. Düzdür? Və deyir, bir kiçik qutu çayın qiyməti 3 manatdır. Mən baxıram, 6 dənə qutu var içərisində, böyük qutu və hərəsində də 12 var. O zaman 6-nı vurum 12-yə ki, bir dənə qutunun içində neçə dənə kiçik qutu var? 72. Axı bu kiçik qutuların hərəsini də 3 manata satıram. O zaman 72-ni vurum 3-ə ki, mən əgər bir yeşiyi alsam, yəni bir dənə bütöv bu yeşiyi alsam, 216 manat mən pul xərcləyəcəm. Yəni 216 manat, bunu getdim satdım, 216 manat pul götürəcəm ki, 216 manat qazandım. Amma mən 4 dənə yeşik satıram axı. Ona görə 216-nı da vuracam 4-ə ki, 864 manat mən satsam, 864 manat pul qazansam, bütün yeşiklərim tamamlanar və 864 manatlıq da gəlir əldə edərəm. Yəni cavab D variantı 18-də. 19-da 171 metrlik parçanın kəsilərək 2 hissəyə bölünür. Alınan parçalardan biri digərindən 13 cm uzun olarsa, yəni biri x-dırsa, digəri ondan 13 cm uzun. Yəni x üstəgəl 13 olacaq və toplamda 171 metrdir. O zaman x-ları bir toplayarıq, 2x. 171-dən də 13 çıxsaq, eləyəcək. 171-dən də 13 çıxdıq, elədi 158. O zaman 158-i də 2-yə böləcək, eləyəcək 79. Məndən soruşur uzun parçanın uzunluğu neçə metrdir? Kiçik parçanı x götürmüşəm, uzunu isə x üstəgəl 13. O zaman 79-un üstə 13 gəlirəm ki, 92 metr imiş uzun parçanın uzunluğu. Ədəd oxu üzərində 0 və 1 ədədləri arası 5, 1 və 2 ədədləri arası isə 5, 2 və 3 ədədlərinin arası isə 2 bərabər hissəyə bölünmüşdür. Mənə deyir ki, buna əsasən aşağıdakılardan hansı doğrudur? Baxıram, bax bu, bir dəqiqə görək, tam görsənmir. Bax bu bölünüb 5 hissəyə və A yerləşir ikincisində, yəni 5-də 2-yə. 5-də 2 neçə eləyir? 0,4. Bu isə A-ya yazıbdır 0,2. Səhv yazıbdır. D-də B deyir ki, yenə 5 hissəyə bölünübdür. Bu da 5 hissədən
1 tam 5'dən ikinci hissədədir. Bu da eləyir 1 tam onda 4. Burada isə yazılıb 1 tam onda 2. Bu da səhvdir. Bu da 2 hissəyə bölünüb, 2 ilə 3-ün arasındakı ədədlər 2 hissəyə bölünübdür. Və bu tən ortada yerləşib. Yəni 2 tam 2-də 1. Mən bilirəm ki, 2 tam qalır. 1-i əgər 2-yə bölsəm 0,5. Bu 2-nin üzərinə də 0,5 gəlsəm 2,5. Yəni cavab C düzgün yazılıb. Bunu götürə bilərəm C-ni. Sonra getdik. Deyir x, 5, y ədədi rəqəmləri müxtəlif 3 rəqəmli natural ədəddir. Bu ədədin 3-ə bölünməsindən alınan qalıq 2-dir. Bu şərti ödəyən ən böyük ədədin rəqəmləri hasili neçə olar? Mən 3-ə bölünmə qaydasını o dəqiqə yadıma salıram. Rəqəmlərinin cəmi əgər 3-ə bölünürdüsə, ədəd 3-ə bölünürdü. Mənə deyir ki, amma qalıqda 2 alınsın. Aha, o zaman həm 3-ə bölünəcək, üstə gəl də o qalığı ikisini də əlavə eləməliyəm. Ədədin rəqəmləri ən böyük ədədin rəqəmləri. Ən böyük deyirsə, o zaman mən bura 9 yazacağım x-in yerinə. 5-i yazdım, yerində qaldı. Y-in üstə gələrəm. 3-ə bölünən 9-un üstə 5 gəlsəm 14 eləyər. 3-ə bölünən ədədlərdən 14-dən böyük ədəd neçədir? 15, amma kiçik ədəd olardı, düzdür? Ona görə mən 18 götürərəm ki, 18-i 3-ə böləndə tam bölünər. Amma mən 18-in üzərinə də qalıq gəlməliyəm. Yəni o qalıq 2-ni gəlməliyəm. 18-in üstə də 2 gəlirəm. O zaman y də bərabər olur 14-dən 20-dən 14-ü çıxaram. Y də bərabər olur 6. Ədədim o zaman bu oldu. 956. Düzdürmü? Məndən soruşur ki, bu ədədin rəqəmləri hasili neçədir? O zaman 9-u vuraram 5-ə, vuraram 6-ya. 30, bu da elədi 270. Cavab, yəni A variantı. 22-də 2-də 1-in üzərinə gəlirəm 4-də 1-i. 2-də baxıram, məxrəcləri müxtəlifdir. O zaman eyni məxrəcə gətirirəm, yəni 4-də. 2-ni 4-də gətirmək üçün həm məxrəcini, həm də sürətini 2-yə vurmalıyam. Düzdür? O zaman olacaq 4-də 2, üzərinə gəl 4-də 1. Neçə eləyəcək? 4-də 3. Sonra getdi B variantı. B variantı deyir 4-də 1, üstə gəl 8-də 1. Hər ikisini ortaq bölən tapıram 8. Mən əgər sürəti 8, məxrəci 8-ə gətirmək üçün məxrəci də 2-yə vururam, sürəti də 2-yə vururam. Bu 8-də 2, bu da 8-də 1. Toplamda 8-də 3 eləyir. Sonra 5-də 2 və 10-da 2. Məxrəcin hər ikisini ortaq məxrəc 10-dur. Bu məxrəci 10-a gətirmək üçün 2-yə vururam. Sürəti də deməli 2-yə vurmalıyam. Bu elədi 10-da 4, üzərinə gəlsə 10-da 2, o da elədi 10-da 6. Digərində də yenə 6-da 2, üstə gəl 3-də 1. Hər ikisini 6-ya gətirirəm. Bunu da məxrəcini 2-yə vururam. Bunun da sürətini 2-yə vururam. Olacaq 6-da 2, üzərinə gəl 6-da 2. Oldu 6-da 4. Baxıram, hərəsinin məxrəci müxtəlifdir. Mən o zaman məxrəclərini eyni ədədə gətirim. 4-ə, 8-ə, 10-a və 6-ya bölünən ədəd 240 olsun. 240 bunların hər birinə bölünür. O zaman 240-a gətirməyim üçün məxrəci. Bunu 60-a vurdum məxrəcini. O zaman sürətini də 60-a vuracam. Olacaq 180. Bunu da 240-a gətirmək üçün məxrəcini 30-a vurdum. Deməli, sürətini də 30-a vurdum, 90. Bunu da 240-a gətirmək üçün məxrəcini 24-ə vurdum. Deməli, sürətini də 24-ə vuracam, 144. Bunu da 240-a gətirmək üçün məxrəcini 40-a vurdum. Deməli, sürətini də 40-a vuracam, 160. İndi hansı ən böyük oldu? Təbii ki, 240-da 180. O da